Salam dostlar, bugün sizlərlə Free Fire yeni gələn, yəni şans otomatına yeni gələn etkinliyi göstərəcəm sizə. Birinci dərəcədən başlayayım, yəni sözümü dayandırıram, 5 saniyə gözləyirəm. Bu videoya like atıb abunə olun. Like atdınız, abunə oldunuz, keçək videomuza. 30-cu sezon 4 saatdan sonra gedəcək. Bunu buradan bildirim və şans otomatına yeni qəşəng bir setimiz gəlib. 4 gündən sonra bu bizə gələ biləcək. Yalnızca Prime 7-lər. Mən bunu hesab təzə atmışam deyə ona görə. Giysilərə buradan belə baxa bilərik və yaxud da buradan belə baxa bilərik. Qoy indirim alsın. Qız giysi bizə lazım deyil, əsas oğlandı. Buradan bir de bu qəşəng şey oxşuyur amma. Asılıqda buz budur. Bunları bəyənmədim. Giysi yaxşıdır uşaq dostlar. Bu da yaxşıdır. Amma bilinməyən çalırsan. Yəni gözləyin dostlar. Stratejik. Bir dakika səbirli dostum. Axı zorda axı. Qəşəng setdir. Bunu bir görək. Bu da qəşəngdir, bu da qəşəngdir, bu da qəşəngdir. Yəni kombin rahat qurmaq olar bu qiysilərlə. Uzumuz elə çox qəşəng deyil də, yəni mən fikrimcə. Axı bu zorda axı. Bu zordur. Uşaqlar bu qəşəngdir. Bunu almaq lazımdır. 150-yədir. 150 atışda birim verir. Neçədir deyə onu hələ bilmirəm. Ona görə 4 gündən sonra açılsın, biz də görəcəyik. Görüm nələr. 2 dənə 10 var. Çox 1 var. Tutaq ki 1 10'luya 10 dənə verirsə 250 elmasdırsam. Belə fikirləşək. 250 elmas, bir dənə də hərəsi 10 dənə verirsəm. Bu bizə baha başa gələ bilər. Ona görə bu sandığı keçirik. Və şans otomatımız 20 saatdan sonra şans otomatımız yenilənir. Bunun haqqında da yeni sizə məlumat vermişəm. Yəni bu pompalı qalacaq. 94'ün yerinə P90 gələcək. Bunlardan biri qalacaq. 100% ağac qakan qalacaq. Bunun yerinə pompalı bir dənə silah gələcək. Hələ dəqiq deyil. Keçən eva silahlarımızı da göstərim. Bu P90 gələcək. P90 altın korozyon. Çox qəşəng P90 deyil, amma nəysə. Ölüm duyurusu belədir. Son görünüşü, vuruşu. Belədir gördüyünüz kimi. Parafal gəlməyəcək deyə onun haqqında məlumat vermirəm. Ağac qakan gələcək, asil kaplan. Ölüm duyurusu çox yaxşıdır. Yəni P90'dan yaxşı görsənir. Yəni bu da yaxşıdır. Ölüm duyurusu ya da vurma effekti çox zordur. Hərəkət də zordur. Qalan bir şey yox. Yaxşıdır. Yəni 1094'ünü də demişəm o birisi videolardan. Bu pompalı gələ bilər. Bu pompalı gözlənir. Belə, belədir. Bir də ki bu pompalı gələcək. Bunu özünüz də bilirsiniz. Yəni bu pompalı gələcək. Bir də şans otomatımızdan nələr gəlib? Bu gəlib. Yeni indi boya pasımız gəlib. 50% skidka kanikuli. Yəni deyir ki uşaqlar, məsələn 90 çevirmə deyil, bu 10 çevirmədə. Hərəsini 90 çevirmədə 10 versə, olur 10. 180 çevirmədə 30 olur. 30'a da bunu alabilirsiniz. Alabilirsiniz bunu. Risk alabilirsiniz. Amma boya pas premium 50 kasmaq üçün gələk 4 dənə 4 dənə 40 olacaq. Bu çoxdur bunun qiyməti.
10 dənə asasan ki, hərəsindən 100 versin. Bəlkə 10-15 verə. Yəni mən bu premiumu istəyirəm, versə yaxşı olar. Keçək boya pasında. Boya pasda belə bir dənə qız setimiz var. Yəni çox da yaxşı görsənmir. Belə AC80'ımız var. Qəşəng AC80'dım. Bu da karakterdir. Ayda pet istəyirdim, amma gəlmədi. Neysə. Bu bizim monsterımız. Canavar kamyon. Bu atlama. Obcu real pastaki kimi, boya pastaki kimi eyni şeydir. Sonra bir dənə belə ölüm kutumuz var. Yəni çox yaxşıdır. Bu da yaxşıdır. Yax dedim. Yəni sopa da xoşuma gəldi. Karalı korkusuz. Çox yaxşı sopadır. Burada ən çox bu çanta qəşəng çantaya oxşuyur. Yəni burada ən çox xoşuma gələn mənim level 90'dakı hərəkətdir. Bəydə. Level 90'dakı hərəkətdir. De bu. Mızraq çevirmə. Çox qəşəng hərəkətdir. Və sonra ən lazımlı olan setimiz General Bucket. Çox qəşəng. Qəşəng parıldayır. Yəni gördüyünüz kimi. Burada da elə həmişəki eyni kimi. Yəni burada da premium'unu aça bilərsiniz. İşte bu qədər. Yəni videoya like atıp abunə qoymayı unutmayın. Videoları qaçırmayın. Siz nə qədər like atsanız o qədər də sevinim videolar ataram. Hələ də abunəm azdır. Baxış sayı 20 gəlir. Like 5-4 like gəlir. Çalışaq bu videoya yeni gələn silahlar haqqında məlumat verdim. 20 like, 100 baxış gəlsin. 15 də abunə gəlsin. Sizin üçün də 50 abunə çəkilişlərimiz olacaq. Qaçırmağı unutmayın. Sağ olun, salamat qalın.